Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsü Tammy Bruce bildirib ki, Birləşmiş Ştatlarda 18-49 yaş arası insanların ölümünün əsas səbəbi olan fentanilin qeyri-qanuni istehsalını və ticarətini dayandırmaq üçün qlobal səylərə rəhbərlik edilir. Bugün xəzinədarlıq, fentanil alveri, yanacaq oğurluğu və xam neft qaçaqmalçılığı ilə məşğul olan əsas Meksika şəbəkəsini hədəfləyib. Birləşmiş Ştatlar Cartel de Jalisco Nueva Generación ilə əlaqəli 3 Meksika vətəndaşına və Meksikada yerləşən 2 quruma sanksiya tətbiq edir. Bu şəbəkə hər il 100 milyonlarla dollar gəlir əldə edərək CGNG-nin narkotik terror müəssisəsinə fentanil alveri, yanacaq oğurluğu və Amerika Birləşmiş Ştatlarının cənub-qərb sahillərindən Meksikadan xam neft qaçaqmalçılığı da daxil olmaqla bir sıra cinayət fəaliyyətləri vasitəsilə faydalanır. Bugünkü hərəkətimiz sözü gedən təşkilatın xarici terror təşkilatı və xüsusi təyin olunmuş qlobal terrorçu CDDGT kimi bu yaxınlarda təyin etməyimizdən sonra baş verir. Bundan əlavə, narkotik mükafat proqramı çərçivəsində Dövlət Departamenti CGNG-nin həm təsisçisi və hazırki lideri Elmenko kimi tanınan Nemesio Ruben Osengoya Cervantesin həbsinə və ya məhkum edilməsinə səbəb olan məlumat üçün 15 milyon dollara qədər mükafat təklif edir. Birləşmiş Ştatlar fentanil kimi zəhərli dərmanları küçələrimizdən kənarda saxlamaqla və Meksikada yerləşən sözü gedən təşkilatlardan qazanc əldə edən gəlir axınlarını pozmaqla millətimizi və Amerika xalqını qorumağa sadiq qalır. Sözü gedən fəaliyyət Trump administrasiyasının kartelləri ləğv etmək və Amerika xalqının təhlükəsizliyini qorumaq öhdəliyini bir daha nümayiş etdirmiş olur. Kamran Qasımov, Huma Cəfərova, Mira TV, Amerika Birləşmiş Ştatları.